şirk, müşrik, bu cür sözlər indiki dövrdə təəssüflər olsun ki, bəzi şəxslər tərəfindən hörmətdən salınıb. Sadəcə bütpərəstlik kimi başa düşülür. Müsəlmanlar arasında absurd müzakirə halını alıb. Məsələn, fərz edək, biri mənə deyir ki, ya Fərid, zəhmət olmasa mənə dua et, müşkülüm var. Hə, bu müvəhhid əməlidir, olar. Amma birdən ölsəm və həmin şəxs desə ki, ya Fərid, mənim üçün dua et, güya bu şirk olacaq. Hələ mən kiməm ki, heç kim. Məsələdə Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləm var. Sağlığında Həzrətə müraciət etmək olardı, öldükdən sonra isə yox, müraciət etsək güya şirk olacaq. Sən uzaqbaşı deyə bilərsən ki, hey, sən boş və əbəs, mənasız bir iş görürsən. Yoxsa ki, dirilər yox, yalnız ölülər Allaha şərik olmuş olur. Hardadır bu? Hansı ayədə qeyd edilib? Bəzi müsəlmanlar bundan o yana gedə bilmirlər. Və diqqətlə qulaq asın, bir nümunə deyim. Tanınmış xətiblərdən biri danışır ki, Məşhədə getmişdim. İmam Rıza əleyhissalamın hərəmində belə qərara gəldim ki, mən bir il ərzində gənclər və müxtəlif təbəqələr üçün pulsuz dərslər keçim. Əvəzində isə İmam Rıza Allahdan istəsin ki, işimdə ixlaslı olum. Dərs verməyə başlamışdım. Bir gün məclisdə iştirak edən cəmaatla birlikdə məsciddən çıxırdım. Qarşımda gedən bir tələbə arxaya çöndü. Məni gördüyü halda yoluna davam etdi. Öz-özümə dedim, ya arxaya baxma, ya da məni gördünsə bir təklif elə ki, buyurun bir qabağa keçin. Birdən İmam Rıza ilə olan həmin qərar yadıma düşdü və anladım ki, ixlasım yox imiş. Bəlkə narahat oldum. Öz-özümə dedim ki, Quran Allah dostları haqqında buyurur. La nuridu minkum cəzaən və la şükura. Biz sizdən nə mükafat istəyirik, nə də təşəkkür. Mən işi pulsuz görmüşdüm, amma cəmaatın mənə ehtiram göstərməsini gözləyirdim. Tanınmış ariflərdən olan Mirza Cavad ağanın yanına gəldim, başıma gələnləri danışdım və çıxış yolu istədim. Bir də gördüm, bu möhtərəm qoca ağlamağa başladı. Narahat oldum ki, ona da əziyyət vermiş oldum. Üzr istədim və səbəbini soruşdum. O mənə dedi, get hərəmə, İmam Rıza'ya təşəkkür et ki, indiki durumda müşrik və ixlassız olduğunu başa düşmüsən. Mən isə öz halımdan qorxuram ki, ömrümün sonunda 90 yaşımda ağ saqqalla müşrik olum və özüm də bundan xəbərsiz qalım. Görün cəmaat hansı mərhələlərə gedir. Nəyi götürüb nəyi qoyurlar, biz isə hələ haralarda qalmışıq.